Salam, hər vaxtınız xeyir olsun. Biz bugün bu videoda 9-cu siniflər üçün DİM-in təşkil elədiyi buraxılış imtahanlarının son 3 il ərzində düşən qrammatika suallarının izahına baxacağıq. Dəstək olmaq üçün kanala abunə olmağı və bəyənməyi unutmayın. Deməli, başlayaq. May ayında 2025-ci ildə keçirilən imtahandan düşən suallardan. Bu qızlar qız qalasında bələdçidirlər cümləsi haqqında deyilənlərdən biri səhvdir. Deməli, bələdçidirlər, xəbər, kim qızlar, hansı qızlar, bu qızlar, təyin, harada, qız qalasında olacaq, yer zərfliyi. İndi deyir ki, ismi xəbərli cümlədir. Bələdçidirlər, bəli, ismi xəbərli cümlədir. Bizdən səhvi istəyir. Bu doğrudur. Nəqli cümlədir, bəli, gördüyümüz kimi nəqli cümlədir. Təyin, mübtəda, zərfli xəbər sxeminə uyğundur. Bəli, doğrudur. Sadə cümlədir, sadə cümləsi olması da doğrudur. Qeyri-müəyyən şəxsli cümlədir. Bələdçidirlər kim? Qızlar. Gördüyümüz kimi mübtədası var və müəyyən şəxsli cümlədir. Deməli, bu yanlışdır və cavabımız Y variantıdır. İkinci suala keçək. Uyğunluğu müəyyən edin. Burada gördüyümüz kimi köməkçi diksiyası ilə bağlı verilib bizə test. Yalnız qoşma fərqli tələffüz olunur. Yalnız qoşmanın qoşulduğu söz fərqli tələffüz olunur. Həm qoşma, həm də qoşmanın qoşulduğu söz fərqli tələffüz olunur. Deməli, burada Akif ilə Vahid sabah oraya gedəcəklər. Akif və Vahid. Burada lalə qoşma deyil. Bağlayıcı olaraq yerinə verilib bizə cümlədə. Cümlədə başqa bir qoşma da olmadığına görə A-nı çıxırıq. Həmin gün səhərə qədər oyaq qaldıq. Səhərə qədər. Qədər sözü burada qoşmadır və olduğu kimi tələffüz olunur. Həm qoşma, həm də qoşmanın qoşulduğu söz fərqli tələffüz olunmur. Səhərə sözü də olduğu kimi tələffüz olunur deyə 3-ə B-ni yazacağıq. Gəzintiyə babamla gedəcəyik. Babamla yazanda babamla kimi tələffüz edirik biz onu. Deməli, qoşma burada ladır və təkcə qoşma nan kimi tələffüz olunur deyə yalnız qoşma fərqli tələffüz olunur. 1-ə aid edəcəyik C-ni, 1C. Bu kitabları səndən ötürü almışam. Burada ötürü qoşmadır, səndən sözünə qoşulub. Qoşmanın qoşulduğu söz səndən sözü səndən kimi tələffüz olunur və qoşulduğu söz fərqli tələffüz olunur. Yəni 2 olacaq D. 1C, 2D, 3B. Hələ ki bu cavabdır. Onun kimi davranmaq istəyirdi. Burada kimi qoşmadır, onun kimi, olduğu kimi tələffüz olunur. Yəni, həm qoşma, həm də qoşmanın qoşulduğu söz fərqli tələffüz olunmur. 3-ə Y-ni aid edəcəyik. Deməli, 3 C-Y, daha doğrusu 3 Y və B, 3 Y, B. Deməli, 1C, 2D və 3B'ye cavab olacaq A variantı. Düzəltmə sözlərdən ibarət cərgəni göstərin deyir. Dinləmək sözü sadə sözdür. Çünki dinlə sözün köküdür. Bunu çıxırıq, elə buradan artıq cavabı A almayacağıq. Gəlmək sözü sadə sözdür. Çünki məstərdir və məstər şəkilçisi sadə olur. Çıxırıq. Bürkü sözü tippi və saxta sözü. Burada deməli, bürkü sözü elə sadə sözdür. Saxta sözü sadə sözdür. Ona görə C-ndə çıxa bilərik. Yaşıl sözü sadə sözdür. Yaşılda çıxdıq. Burmaqdan buruq yaranır. Ürkməkdən ürkək yaranır. Hörməkdən hörgü yaranır. Hər üç sözdə düzəltmə olduğuna görə cavab olacaq Y variantı. Daha sonra cümlələrdən birinin xəbəri yazılışından fərqli tələffüz olunur. Tələffüz olunma ilə bağlı da xəbərlərə baxacağıq. Sabah babam bizə gələcək. Gələcək xəbərdir. Gələcək sözü ki samit ilə bitdiyinə görə gələcək şəklində tələffüz olunur və elə cavabımız A variantıdır. Bakı gözəlləşir, olduğu kimidir. Sevirəm, olduğu kimidir. Xoşuma gəldi, olduğu kimidir. Gəlir də olduğu kimidir. Cavabımız burada olacaq A variantı. Nümunələrdən hansında əlavə ikinci dərəcəli üzvə aiddir deyir. Əlavələrə baxaq. Atını mahmızlayıb 40 qızla birgə çölə, ovlağa sarı üz qoydu. Üz qoyduğu xəbər. Haraya? Çölə. Yəni ovlağa sarı. Burada zərfliyin əlavəsidir. İkinci dərəcəli üzvə aid olan əlavə işlənib. Deməli, biri götürə bilirik.
Sizinlə görüşə bizi kəndin ağsaqqallarını göndəriblər. Göndəriblər xəbər kimi bizi kəndin ağsaqqallarına. Tamamlığın əlavəsidir. Deməli, ikini də götürə bilərik. Onun danışıqlarını eşidənlər, otaqdakılar xeyli təəccübləndilər. Nə etdilər? Təəccübləndilər ki, onun danışıqlarını eşidənlər, yəni otaqdakılar. Bu mübtədanın əlavəsidir. Ona görə 3'ü çıxırıq və 3 olan variantları da çıxaq. Qoca kişi sonuncu 5-ci kisəni də qaldırıb arabaya qoydu. Burada deməli sonuncu sözü müstəqil cümlə özü deyil. Deməli burada qoydu xəbər kim? Kişi, hansı kişi? Qoca kişi haraya qoydu? Daha doğrusu nəyə qoydu? Arabaya qoydu. Necə qoydu? Sonuncu 5-ci kisəni də qaldırıb qoydu. Burada sonuncu sözü fe'li bağlama tərkibinin asıl tərəfidir və asıl tərəfin əlavəsi verilib. Yəni müstəqil cümlə özü deyil. Ona görə bunu götürməyəcəyik. Ora, hamının tez-tez getdiyi yer indi kimsəsiz idi. Kimsəsiz idi hara? Ora. Mübtədanın əlavəsi verilib. Deməli 5-də çıxacağıq. Gülnaz kebabı gətirib süfrəyə qoydu, qayıtdı. Burada ümumiyyətlə əlavə yoxdur. Deməli 1, 2, 4'ə bir də baxaq. Qoca kişi sonuncu 5-ci kisəni də qaldırıb arabaya qoydu. Deməli uşaqlar, burada belə bir məqam var. Qoca kişi sonuncu 5-ci kisəni də qaldırıb arabaya qoydu. Bayaq düşünmüşdük ki, burada fe'li bağlama tərkibi var. Amma biz bilirik ki, düzdür, fe'li bağlama, məsdər, fe'li sifət özündən qabaqki sözləri özünə birləşdirib tərkib yaradır. Sadəcə olaraq burada belə bir məqam var. Burada fe'li bağlamadan qabaq gələn kisəni sözü xəbərlə uzlaşır. Kisəni qoydu. Deməli biz uzlaşırsa artıq onu tərkibin içərisində yox, müstəqil cümlə özü kimi götürəcəyik. Nəyi qoydu kisəni? Hansı kisəni? 5-ci kisəni, yəni sonuncu kisəni. Və sonuncu sözdə təyin olduğuna görə burada təyinin əlavəsi işlənmiş olacaq və cavab olacaq 1, 2, 4, B variantı. Uyğunluğu müəyyən edin. İcbar növdə olan feildir, məlum növdə olan feildir. Alışdırmaq. Burada alışdırmaq sözündə alışmaq sözün köküdür. Dır leksik şəkilçi demək qrammatikdir. Dır şəkilçisi olsa da burada icbar növün məzmunu yoxdur. Yəni alışdırmaq deyəndə mən özüm alışdırıram. Ona görə də bu məlum növdədir. 2A olacaq. Kəstirmək. Kəstirmək deyəndə məsələn saçımı kəstirdim. Kəs sözün kökü dir leksik şəkilçidir, mək qrammatik şəkilçidir. Kəstirmək deyəndə burada kiməsə saçımı kəstirdim olur deyə, yəni işi özüm yox, başqası görür deyə, həm də icbar növün şəkilçisi var deyə 1'ə B-ni aid edəcəyik. Qazdırmaq. Qazmaq sözün kökü, qazdırmaq, kiməsə qazdırmaq, bu da icbar növdədir. 1B, C, 2A. Deyinmək. Deyinmək sözündə inşa keçisi var və qayıdış növdədir. Yəni heç birinə aid deyil. Yandırmaq. Yandırmaq sözü də özüm yandırıram. Ona görə də Y variantı da 2'ye aiddir. 1BC, 2AY cavabımız C variantıdır. Deməli, baxırıq 33-cü testə. Cümlələrdən birində zərf yoxdur deyir. Səsküylü idi hara aşağı. Və burada zərf yoxdur və daha doğrusu burada zərflik yoxdur, amma zərf aşağı sözüdür. Burada zərf var. Ona görə anı çıxırıq. Onlar yuxarı qalxdılar. Nə etdilər? Qalxdılar haraya? Yuxarıya. Yuxarı sözü bildiyimiz kimi yer zərfidir və burada da var. Yaxşı şagird yaxşı oxuyar. Yaxşı oxuyar. Necə oxuyar? Yaxşı sözü burada zərfdir. Burada da var. Meşədə hava təmiz idi. Təmiz idi nə? Hava və meşədə. Meşədə sözü uşaqlar burada yer zərfliyi vəzifəsində olsa da, nitq səsi olaraq isimdir, zərf deyil. Ona görə də cavabımız D variantıdır. Birdən güclü külək başladı. Nə zaman başladı? Birdən. Birdən sözü də burada zaman zərfidir. Burada işlənmiş olacaq. Cümlələrə əsasən verilmiş fikirlərdən uyğun olanları diaqramın uyğun xanalarına qeyd edin deyir. Onu tanımırsan, ancaq o səni tanıyır. Bu Ağbulaq kəndində nə qədər yeniliklər olsa belə, köhnəliyin qalıqları adamı narahat edir. Deməli, deyir ki, birinci cümləyə, ikinci cümləyə aid olanları tapırıq. A qrammatik əsası var deyir. Birinci cümlədə deməli. Daha doğrusu qrammatik əsası var. Biz variantları cümlələrə aid eləyəcəyik.
Deməli, onu tanımırsan, ancaq o səni tanıyır. Tanımırsan kim? Xəbəri var. Tanıyır kim? O. Qrammatik əsası var. İkinciyə baxaq. Deməli, narahat edir nə? Köhnəliyin qalıqları. Burada qrammatik əsas var. Deməli, A-nı biz 3-ə aid edə bilərik. 3A. Ortaya yazacağıq. Həmciz xəbərli sadə cümlədir. Tanımırsan kimsən, tanıyır kim o. Bu mürəkkəb cümlədir. Deməli, bunu 1-ə aid edə bilmərik. Bu Akbulaq kəndində nə qədər yeniliklər olsa belə, köhnəliyin qalıqları adamı narahat edir. Bu da mürəkkəb cümlədir. Çünki sa və belə ilə birləşən tabeli mürəkkəb cümlədir və B-ni heç birinə aid etməyəcəyik. Deməli, B-ni çıxırıq variantlardan. B olan variantları da çıxa bilərik. Məsələn, A-nı çıxa bilərik. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Onu tanımırsan, ancaq o səni tanıyır. Ancaq bağlayıcı ilə bağlanıb. Digərində amma bağlayıcı ilə bağlanmayıb deyə C-ni biz 1-ə aid edə bilərik. 1, C, 3A. Tərəflər arasında bərabər hüquqluluq vardır. Biz bilirik ki, bərabər hüquqluluq olan cümlələr ya həmcins üsulla cümlələrdir, ya da tabesiz mürəkkəb cümlələrdir. Burada onu tanımırsan, ancaq o səni tanıyır cümləsi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir deyə bərabər hüquqluluq var deyə bilərik. Yəni, birinci cümləyə aid edə bilərik. 1, C, D. Tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabidir. Bu da təbii ki, tabeli mürəkkəb cümlə olan ikinciyə aiddir. Və 2-yə də yeni yazacağıq. Deməli, 1C-D, 2Y və 3A. Cavabımız olacaq B variantı. Cümlələrdən birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Aha. Qaydamız belə idi. Birinci baxırdıq o və bu sözlərinə, sual verirdik. İsmin sualına cavab verirsə, özündən sonra gələn sözə diqqət yetirirdik. O daha bu yerlərə gəlmək fikrində deyildi. Burada o ismin sualına cavab verir, amma özündən sonra daha ədatı gəlib. Deməli, vergül qoyulmayacaq. O heykəlin qarşısında dayandı. Burada iki cür düşünmək olar. O heykəlin qarşısında dayandı. Vergül qoyulacaq. O heykəlin qarşısında dayandı. Hansı heykəlin? Sifətin sualına cavab verir deyə vergül qoyulmayacaq. Və cavabımız elə budur. B variantıdır. O da heç kimə məhəl qoymadan öz işinə davam edirdi. Özündən sonra da bağlayıcısı gəlib, ona görə də qoyulmayacaq. O bina mehmanxanadır. Hansı bina? Hansı sualına cavab verir deyə qoyulmayacaq. O qaçıb başına çatdı. Özündən sonra feil gəlib deyə qoyulmayacaq. Cavabımız B variantıdır. Hansı cümlənin xəbəri sifətdən düzəlmiş feil ilə ifadə olunmuşdur? Xəbərlərə baxırıq. Üzləşmişdir. Üzləşmişdir üz sözündən yaranıb, yəni ismdən yaranıb. Adiləşmişdir. Adiləşmişdir sözü adi sifətindən yaranıb və feil olub. Elə cavabımız B variantıdır. Son günlər o çox qayğılıdır. Qayğı qayğılı, isimdən yaranmış sifətdir, feil deyil, ona görə C-ni çıxırıq. Buraların havası soyuqdur. Soyumaq feilindən soyuq sifəti yaranıb, feildən yaranmış sifətdir, əksinə bunda çıxırıq. Qablardakı məhlul dünəndən daşlaşmışdır. Daşlaşmışdır deyəndə burada daşdan daşlaşmaq yaranıb və isimdən feil yaranıb, ona görə də bunda çıxırıq. Daşlaşmaq feili ilə bağlı onda deyim ki, əlavə məlumat olaraq bu söz iki cür təhlil oluna bilər. Əgər məhlul daşlaşmışdırsa, burada daş sözün kökü laş leksik şəkilçi olacaq. Uşaqlar daşlaşmışdı sözündə isə daşlamaq sözü olur deyə la ayrı, ş ayrı təhlil olunacaq və qarşılıq növdə olan feil olacaq. Keçdik digər 27 aprel 2025-ci il tarixdə keçirilən testə baxaq. İcbar növ feilləri müəyyən edin. Ütülət, mişarlat, mühürlət. Burada ütü sözün köküdür. Ütüləmək, ütülətmək. Kiməsə nəyisə ütülətmək. İcbar növdədir. T şəkilçisi var. Mişar sözün köküdür. Mişarlamaq, mişarlatmaq. Kiməsə mişarlatmaq. İcbar növdür. Mühür sözün köküdür. Mühürləmək, mühürlətmək. Burada T icbar növ şəkilçisidir və kiməsə mühürlətmək deyə bilirik. Deməli, cavab elə A variantıdır. Tumarlandı da heç bir növ şəkilçisi. Daha doğrusu tumarlamaq və tumarlanmaq. Məchul növdür. Çünki növ şəkilçisi var. Bunu çıxırıq. Qanatlandır sözündə. Qanat sözün köküdür. Qanatlanmaq leksikdir. Leksik olsa belə icbar növ deyil. Çünki özün qanatlandırırsan.
Gireyləndi sözündə girey sözünün köküdür. Gireylənmək, gireyləndi heç bir növ şəkilçisi olmadığına görə məlum növdədir. Sıx sözün köküdür. Sıxlaşmaq, sıxlaşdırmaqdır. Burada leksik şəkilçidir. İcbar növ şəkilçisi deyil. Ona görə məlum növdədir. Cavabımız A variantıdır. Köməkçi diksiyələrinə aid sözlərin işləmə ardıcıllığını müəyyənləşdirin. Əlbəttə, dünyamı qadınlar idarə edir. Lakin tarixçilər ancaq kişilərin adlarını bilirlər. Əlbəttə, modal sözdür. Dünyanı qadınlar idarə edir, lakin bağlayıcıdır. Ancaq kişilərin adını verirlər. Ancaq kişilər, yalnız kişilər ədatdır. Modal söz bağlayıcı və ədat. 1, 2 və 4. D variantı. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq o israr etdi. Doğrudur, yanlışdır xanasından doğrunu və yanlışı seçirik. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır, düzdür, ancaq bağlayıcısı ilə. Həmciz xəbərli sadə cümlədir. İstəmirdim mən, israr etdi o. Tabesiz mürəkkəb cümlədir bu. Deməli, 2 səhvdir, 1 düzdür. Tərəflər arasında bərabər hüquqluluq var. Doğrudur, çünki tabesiz mürəkkəb cümlədir və bərabər hüquqluluq var. Tərkib hissələrindən biri şəxsiz cümlədir. İstəmirdim mən, israr etdi o. Müəyyən şəxsiz cümlədir hər ikisi də. 4 səhvdir və cavabımız 1, 4, B variantıdır. Biri ismi birləşmədir. Qaça-qaça gələn fe'li sifət tərkibidir. Yarışda qalib gəlmək məstər tərkibidir. Ellər yaraşığı. İsmi birləşmədir. Köhnə adı ilə ikinci növ təyini söz birləşməsidir. Cavabımız C variantıdır. Dərs oxuyanda anda əndə şəkilçili fe'li bağlama tərkibidir. Yaxşı oxumadan modam bədən şəkilçili fe'li bağlama tərkibidir. Cavab C variantıdır. Ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Baxın, diqqətli olun. Və bu sözü biz iki cür düşünə bilərik. Mən ələyim fe'l olaraq, bir də ələyim, mənim ələyim isim olaraq. Mənsubiyyət şəkilçili isim və yaxud fe'l olaraq işlənməsini düşünmək olar. Amma burada deyir ki, bitişdirici samitin işləndiyini nəzərə alınsa. Bitişdirici samit deməli yıl samitidir. Əgər y samiti bitişdiricidirsə, deməli ələ sözünə im şəkilçisi əlavə olunub. Yəni feildir söz. Onu düşünsək, doğru olan fikirləri tapmalıyıq. İki leksik bir qrammatik şəkilçidən ibarətdir. Ələyim, nə edim? Ələyim, əl sözün kökü, ələmək, leksik şəkilçi, imdə şəxs sonluğu. Burada bir leksik var, iki leksik yoxdur. Deməli, bir səhvdir. Birləri çıxa bilərik. Əvvəlində mənim əvəzli işlənə bilər. Mənim ələyim olsa, ələk isim olacaq. Amma burada feil olaraq nəzərdə tutulub. Ona görə 2 səhvdir. Təsvir edən feildə əmr şəklindədir. Bəli, mən ələyim. Doğrudur. Birinci şəxsin təkindədir. Mən ələyim. Doğrudur. Feil xəbərin ifadə vasitəsi ola bilər. Bu da doğrudur. Cavabımız 3, 4, 5, C variantıdır. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? A variantında bəz qalası. Qalası sözündə, bəz sözündə heç bir dəyişiklik yoxdur. Ona görə deyə bilmərik. Arazın qanlı suları sakitcə axırdı. Arazın sözü olduğu kimi tələffüz olunur. Qonaqlar gələcək. Aha, burada qonaqlar sözü qonaqlar şəklində tələffüz olunacaq. Gələcək sözündə də sonuncu samit xışdırıq kimi tələffüz olunacaq və cavabımız elə C variantıdır. Süleymana qalmayan dünya heç kəsə qalmaz. Süleymana sözü olduğu kimi tələffüz olunur. Kəndə çatanda şər qarışırdı. Burada hamısı olduğu kimi tələffüz olunur deyə cavabımız C'dir. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Doğrudur. Tək və cəm olmaqla onları bölürük. 1. Bu əvəzliklərin bir qismi halına bilmir. Bir qismi halına bilmir. Hamısı halına bilir. Mənim, sənin, mənə, sənə, məndə, səndən deyə bilirik. Yəni o, onun, ona, onda, ondan, onu deyə bilirik. Şəxs əvəzliklərinə aiddirsə hamısı halına bilir və 2 səhvdir. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Doğrudur, o əvəzliyi hər birinə aid ola bilər. Cümlənin yalnız mübtədası olur. Deyil, təbii ki, xəbər də ola bilər. Bəzi hallarda təyin ola bilər, tamamlıq da ola bilər hətta. Ona görə də 4 səhvdir. Mən və biz əvəzlikləri yiyəlik halda digər əvəzliklərdən fərqli şəkilçi qəbul edir. Doğru, im şəkilçisini qəbul edir. 5 də doğrudur və 1, 3, 5 cavabımız A variantıdır.
Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Cümləsində mübtəda nə ilə ifadə olunub? Deməli, sağlamlığın şərtidir xəbər. Çünki ismi birləşmədə parçalaya bilmərik. Nə? Havanın təmizliyi mübtədadır. İsmi birləşmə ilə ifadə olunub. Ona görə də cavab Y variantıdır. Düzəltmə sözlər sırasını müəyyən edin. Duman, dumanlı düzəltmədir, amma oxumaq sadə sözdür. Ölç, ölçü, ölçülü düzəltmədir. Qayğı, qayğıkeş, qayğıkeşlik düzəltmədir. Bağ, bağlamaq, bağlanmaq, bağlantı düzəltmədir. Cavab B variantıdır. Kəs, kəsər, kəsərli düzəltmədir. Arxayın, arxayınlıq düzəltmədir, amma qardaş sözü sadə sözdür. Sürmə, sürməli düzəltmədir. Sədaqət, sədaqətli düzəltmədir. Çəməndən sözü amma sadə sözdür. Sürmə, sürməyi düzəltmədir. Şabalı, şabalı düzəltmədir, amma çəhrayı sözü sadədir. Nəticədə B variantıdır düzgün cavab. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülür? 36-cı suala diqqət. Çünki keçən həftə olan, yəni 5 aprel tarixində keçirilən imtahana birə-bir düşən suallardan biridir. Ona görə deyirəm ki, hər bir suala diqqət yetirin. Ola bilər ki, yenidən sual olduğu kimi düşsün. Sahib Elşən Tuqayı tədbirə dəvət etdilər. Bir də deyirəm ki, sahib Elşən Tuqayı tədbirə dəvət etdilər. Yəni sahib sözünü həm həmci söz kimi düşünmək olur, həm də xitab kimi. Ona görə də A variantı deyil. Bizdən istəyir yalnız xitab kimi düşünülsün. Sabir, Orxan, Turac və Anarla danışılsın. Sabir, Orxan, Turac və Anarla danışılsın. İki vəziyyətdə düşünülə bilir. Akif, Vəli və Toğrul danışsınlar. Akif, Vəli və Toğrul danışsınlar. İki cür düşünülə bilir. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Lalə, Əhməd də Uğur da hesabat hazırlasınlar. Burada Laləni yalnız xitab kimi düşünmək olur deyə cavabımız Y variantıdır. Çünki həmci sözlərdə bağlayıcılar adətən son sözdə saxlanılır. Yəni birinci sözdə ixtisar olunub, digər sözlərdə saxlanılır. Adətən ixtisar olunanda son sözdə saxlanılır, digərlərində ixtisar olunur deyə Lalə sözü yalnız xitab kimi düşünülür. Hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə hissəciklə işlənmişdir. Aparmışdı. Burada da deməli aparmış idi hissəciyi var. Alıbsa, alıb isə hissəciyi var. Deməli elə cavab A variantıdır. Çıxdı sözündə D keçmiş zamandır. Gətirdim sözündə D keçmiş zamandır. Dayanacaqdı sözündə dayanacaq idi, amma alsan da deməli alsan, alsa alsan şərt çəkiltisi işlənib. Oturmuş sözündə isə oturmuş idi, amma gətirsək burada sasə şərt çəkiltisi isə deyil. 28. Sözlərin fonetik xüsusiyyətləri nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözlər sırasını müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənmir. Sətirdən sətrə keçirmək olmur. Yazılışı ilə deyilişi fərqlənir. Deməli, birinci sıraya uyğun olan yazılışı ilə deyilişi fərqlənməyən olmalıdır. Təbrik sözünün təbrik olduğu kimi tələffüz olunan sözlərdəndir. Alim sözünü amma sətirdən sətrə keçirmək olmur. Çünki təkcə saiti keçirmək olmaz. Yazılışı ilə deyilişi fərqlənirmi maqnit sözünün? Maqnit olduğu kimi tələffüz olunur deyə A deyil cavab. Yazılışı ilə deyilişi fərqlənmir, məşhur, doğru. Sətirdən sətrə keçirmək olmur, mətbə, doğru. Çünki son saiti keçirmək olmayacaq. Yazılışı ilə deyilişi fərqlənir, boyaq, otuğu kimi tələffüz olunur, qısaməti, doğrudur. Cavabımız B variantıdır. Vərəq olduğu kimi tələffüz olunur, aşıq keçirmək olmur, amma askı sözü fərqlənmir. Xəttat sözündə fərqlənir, xəttat olur. Lisenziya fərqlənməsə də, dua sətirdən sətrə keçirmək olmasa da, ötkəm olacaq. Bir dəqiqə. Deməli. B variantında uşaqlar mətbəə sözündə, deməli, benim buradan silim, belə bir məqam var. Mətbəə sözündə uşaqlar son saiti düzdür, yeni sətrə keçirmək olmur. Amma bizdən ümumi olaraq sözü soruşur. Sətirdən sətrə keçirmək olmur deyəndə, mətbəə sözünü mətbə şəklində keçirmək olar. Sadəcə son saiti keçirmək olmur. Amma bizdən sözün özünü istəyir deyə buna aid etməyəcəyik. Ona görə də B-ni çıxırıq buradan. Y variantında isə dua sözündə
Yeni sətrə keçirmək olmayacaq. Çünki son heca bir saytdan ibarətdir. Ötkəm sözü ötkəm şəklində tələffüz olunur deyə cavabımız G olacaq. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunur? Topladığı məhsulu, kartofu və soğanı tezliklə satmağa aparacaqdı. Deməli, məhsulu, kartofu və soğanı. Burada söz birləşməsi deyil, kartofu və soğanı. Bura qəbiləyə tez gəlir. Qəbiləyə sözü söz birləşməsi deyil. İrəlidə, sahildə bir dəstə atlı göründü. Sahildə söz birləşməsi deyil. Əsməri rəfiqəsini çoxdan görmürdü. Rəfiqəsini sözdür. Söz birləşməsi deyil. Şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Obrazı, yəni əsərin baş qəhrəmanını burada əlavə söz birləşməsi ilə ifadə olunur. Cavab Y variantıdır. 30-da frazoloji birləşmələri müəyyən edin deyir. Üz vermək, dabanına tüpürmək, ağzına su almaq, sandığı qıfıllamaq, gözü kəlləsinə çıxmaq, çəkiclə vurmaq, divarları ağartmaq, üz qaratmaq, işə düşmək, stulları aşırmaq. Burada stulları aşırmaq adi söz birləşməsidir. Divarları ağartmaq adi söz birləşməsidir. Çəkiclə vurmaq da həmçinin, sandığı qıfıllamaq da həmçinin. Cavabımız A variantıdır. Üz vermək frazoloji birləşmədir. Dabanına tüpürmək də həmçinin frazoloji birləşmədir. Hər ikisi də olduğuna görə cavabımız A variantıdır. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird bilirdim. Burada bir, təbii ki, saydır. Əşyanın, daha doğrusu burada bir say deyil, ədatdır. Deməli, yalnız qrammatik mənası var. Bir D olacaq. Bir D. Çünki iki şagird bilirdim demək olmur. İlk maaşından anası üçün bir dəstə qızıl gül almışdı. 2 dəstə deyə bilirəm. Burada say olacaq artıq. Əşyanın miqdarını bildirir. 2-yə aid olacaq. Cəbədən çıxarıldıqda mənə dəyişikliyi baş verməz. Bu ədata aiddir deyə 1 B olacaq. Leksik mənası var 2 C olacaq. Yalnız qrammatik mənası var D-yə 1-ə aiddir. Cümlə üzvləri arasında əlaqə yaradır. Bağlayıcı olmadığına görə heç biri olmayacaq. 1D, B, 2AC, yəni B variantıdır. Balaca yaman dəcəldir cümləsində mübtəda nə ilə ifadə olunub? Dəcəldir kim? Balaca. Kim sualına cavab versə belə, balaca sözü burada isimləşmişdir. Amma nitq səsi olaraq sifətdir. Cavab Y variantıdır. Verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Kainatın yaranması, quruluşu, inkişaf və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Deməli, burada olacaq vergüllər buraxılıb. Bir vergül, yaranması, quruluşu, 2 vergül, inkişaf və təkamülünün tədqiqi və burada bir dənə vergül var, 3 vergül var. Cavabımız D variantıdır. Hansı sadə cümlədir? Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Güclənirdi nə? Külək. Yağırdı nə? Yağış. Bu mürəkkəb cümlədir. Gülnar həyəti süpürdü, samamara ot saldı. Kim süpürdü? Gülnar. Kim ot saldı? Yenə də Gülnar. Deməli, burada B variantı sadə cümlədir. Soruşdum, cavab vermədi. Mən soruşdum, o cavab vermədi. Mürəkkəbdir. Ətrafa baxdım, heç kəs görünmürdü. Baxdım mən, görünmürdü kim, heç kəs mürəkkəbdir. Güclənir nə? Külək, yırğalanırdı nə? Gəmilər. Bu da mürəkkəbdir. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Sıxlıq sözü sıx sifətindən yaranmış isimdir. Amma bizdən feildən əmələ gəlmiş sifəti istəyir. Zarafatçıl zarafat ismindən yaranmış sifətdir. Güllü gül ismindən güllü sifət yaranıb. Qırğın, deməli, qırmaq feilindən qırğın ismi yaranıb. Sürüşkən, sürüşmək feilindən sürüşkən sifəti yaranıb və cavabımız Y variantıdır. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. 3 böyük bina yanaşı tikilmişdir. Böyük bina, 3 böyük bina. Bu ismi birləşmədir. Deməli, 1A olacaq. Yenə göy üzünü duman bürüyüb. Göy üzü ismi birləşmədir. 1B olacaq. Sən şəkil həvəslə çəkdin. Burada deməli heç bir ümumiyyətlə söz birləşməsi yoxdur. C-nə heç birini aid etmirik.
Sahilə çıxmaq üçün qayığa mindi, yəqin ki belə olmalıdır. Sahilə çıxmaq, burada fe'li birləşmə işlənib, 2D olacaq. Cavad hiləgərcəsinə güldü. Heç bir fe'li birləşmə və ya ismi birləşmə yoxdur. Yeni də heç birini aid etməyəcəyik. 1AB, 2D cavabımız A variantıdır. Keçdik növbəti 2025-in 13 aprel tarixində keçirilmiş testlərinə. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Nə də bağlayıcı, əlbəttə modal söz, gah qoşma, daha doğrusu gah bağlayıcı ötürü qoşma, bəs ədat, daha ədat, məgər ədat, məhz ədat, o cümlədən bağlayıcı, kaş ədat. Cavabımız Y variantıdır. Həmçinin mübtədalı cümləni müəyyənləşdirin. Daşlı kəsəkli səhrada. Necə səhrada? Bura təyinlər həmcinsdir. Dünəndən nə yatır, nə də dincəlir. Yatırdı, dincəlirdi. Xəbərlər həmcinsdir. Böyük də kiçik də meydana axışırdı. Mübtədalar həmcinsdir və cavabımız C variantıdır. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Nəyi? Tamamlıq həmcinsdir. Səhər açılar açılmaz. Bağçanı və həyəti səliqəyə saldı. Haranı? Tamamlıqlar həmcinsdir. C variantıdır. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı. Yağırdı nə yağış? Nə zaman mən gələndə? Mən gələndə mağazadan kitab aldım. Aldım nəyi? Kitabı. Mən aldım. Nə zaman gələndə aldım? Haradan aldım? Mağazadan aldım. Deməli, burada zərfliyin əməlincə iki növü işlənib. Çünki zaman zərfliyi və yer zərfliyi var. A variantı 2-yə aiddir. Mübtəda isimlə ifadə olunub. Deməli, burada birinci cümlədə yağırdı nə yağış. Mübtədası isimlə ifadə olunan bir cümlə var. Deməli, bir də B olacaq. İkinci dərəcəli üzvlərdən yalnız bir işlənmişdir. Birinci cümləyə aiddir. Yalnız zaman zərfliyi işlənib çünki. Deməli, daha doğrusu bir olacaq C. Əmr cümləsidir. Heç biri. İlk söz cümlədə kim sualına cavab verir? Mən aldım. İkinciyə aiddir. 2Y. 2A'ya 1BC. D variantıdır. Fe'li bağlama hərəkətin tərzini bildirir. Hərəkətin zamanını bildirir. Düşmən qorxub geri çəkildi. Qorxduğuna görə geri çəkildi. Deməli, burada heç birinə aid deyil. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Nə zaman? Zamandır bu. 2B. Uşaq ayağını yerə diriyib, ayaq üstə durmaq istədi. Necə? Ayağını yerə diriyərək. Bu tərs bildirir. 1C olacaq. Ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Nə zaman? 2D olacaq. O əllərini qoynuna qoyub bir kənara dayanmışdı. Necə dayanmışdı? Tərs bildirir. 1Y olacaq. 1CY, 2BD və C variantıdır. Bir balaca boyu var, dam dolusu toyu var. Bu cümlədə hansı bağlayıcı işlənə bilər? Bir balaca boyu var, amma dam dolusu toyu var. Qarşılaşdırılır deyə amma bağlayıcısı işlənə bilər və cavab D variantıdır. Düzəltmə sözləri müəyyən edin. Dilək sözü dildən dilə, dilədən dilək yaranır. Düzəltmə sözdür. Kərək sözü sadə sözdür. Oyaq sözü sadə sözdür. Dayaq sözü dayamaqdan yaranır deyə düzəltmədir. Qovaq sözü sadə sözdür. Bu iki cür təhlil oluna bilər. Qov, qovaq və birlikdə qovaq, kəpək mənasında. Bəzək sözü bəzəməkdən yarandığına görə düzəltmədir və 1, 4, 6 B variantıdır. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifətlər var? Möhkəm zəncirlər qaramtıl dəmirə bərkidilmişdi. Möhkəm, qaramtıl, çoxaltma yoxdur. Qablar tərtəmiz ağ süfrəyə düzülmüşdü. Tərtəmiz, ağ. Çoxaltma var, adi var, azaltma yoxdur. Ağ, sarımtıl və tünd qırmızı çiçəklər göz oxşuyurdu. Hər üçü var. Cavab C variantıdır. Səlt, sıldırımlı qayalar ikisi də adi dərəcədədir. Mağazadan açıq göy rəngdə pambıq parça aldım. Ancaq açıq göy azaltma dərəcəsindədir. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Qonaq, qonağa olacaq çünki sait gəlib. Qışlaqda Q olacaq. Heç bir şey dəyişməyib çünki samit gəlib. Yarpağı olacaq. Dağlar olacaq. Buruğun olacaq. Yəni də Q olan B variantıdır.
Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Deyəsən tip məntəqəsində işləyir. O müəyyən şəxslidir. Onu nahaq yerə gözdən salıblar. Onlar qeyri-müəyyən şəxslidir. B-dir cavab. Yazılmayan kitabı vərəqləməzlər. Ümumi şəxslidir. Rüstəmin onu acığı tutmuşdu. Şəxssiz cümlədir. Qızıl qaydan ötəndə günorta idi. Şəxssiz cümlə idi. Cavab B variantıdır. Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub? Deməli, mənim böyük əmimdir. Xəbər kim? Bu rəsmləri çəkən fe'li sifət tərkibi ilə ifadə olunan elə A variantındadır. Digərlərinə baxmağa ehtiyac yoxdur məncə. Keçək digər 2024-cü il tarixində keçirilmiş suallara. Yalnız baş üzvlərdən ibarət ismi xəbərli cümləni müəyyən edin. Kitabların yerə səpilmiş vərəqləri onu kədərləndirdi. Kədərləndirdi xəbər. Nə? Kitabların yerə səpilmiş vərəqləri. Onu burada tamamlıq var deyə yalnız baş üzvlərdən ibarət deyil. Uşaqlar müharibə veteranları ilə görüşə hazırdırlar. Deməli, hazırdırlar xəbər, kim? Uşaqlar nəyə? Görüşə. Tamamlıq var deyə bunu götürməyəcəyik. Məktəblilər bilik yarışının qalibləridirlər. Qalibləridirlər kim? Məktəblilər. Daha doğrusu bilik yarışının qalibləridirlər. İsmi birləşmə olduğuna görə bütöv götürüləcək. Mübtəda və xəbərdən ibarətdir və xəbərimiz ismi xəbərdə ismi birləşmələ ifadə olunub. Cavab C variantıdır. 32. Hansı cümlədə həm ədad, həm də bağlayıcı işlənmişdir? Axı həm yazırsan, həm də oxuyursan. Axı var burada ədad, həm də bağlayıcıdır. Elə A variantıdır. Deməli, artıq yola düşürsünüz. Burada deməli modal sözdür. Artıq ədaddır. Vaxtında gəl ha. Ha var burada. Deməli, qüvvətləndirici ədad işlənib. Barı atları bugün yəhərləyin. Bar var burada. Bu da ədaddır. Elə bil sən də mühəndis olmaq istəyirdin. Elə bil modal sözdür, sən də bağlayıcıdır. Ədad və bağlayıcı olan A variantındadır. Hansı sözün yazılışı düzgün verilmişdir? Töhfə, sürpriz, xiffət, hazır ki, dekorasiya. Dekorasiya olmalıdır. Hazır ki, yox, hazır ki olmalıdır. Xiffət sözü düzgün yazılıb. Cavab C variantıdır. Sürpriz ü ilə yazılmalıdır. Hansı cümlədə həmcins mübtədalar işlənmişdir? Bizimlə əlaqə saxlaya bilməyənlər, narahat olanlar artıq yanımızdadırlar. Yanımızdadırlar kim? Bizimlə əlaqə saxlaya bilməyənlər, narahat olanlar. Həmcins mübtədalar ilə A variantındadır. Hazırlaşdırıldı fe'linin tərkibinə görə düzgün təhlil sxemini müəyyən edin. Hazırlaşdırıldı olmalıdır, səhv eləmirəmsə. Deməli, hazır sözün kökü hazırlaş, hazırlaşdırmaq, hazırlaşdırılmaq. Daha doğrusu hazır sözün kökü hazırlamaq. Laş burada parçalanır. Hazırlamaq sözü var deyə. Hazırlamaq, hazırlaşmaq, hazırlaşdırmaq, hazırlaşdırılmaq, hazırlaşdırıldı. Sonda qrammatik şəkilçidir. 4 leksik, bir qrammatik şəkilçi var deyə cavabımız Y variantıdır. Hansı cümlədə fe'li bağlama tərkibi işlənib? Hamı boylanıb ona tərəf baxdı. Deməli, hamı baxdı. Özlaşırdı ya, burada boylanıb təkcə fe'li bağlamanın özüdür. Tərkib deyil yəni. O dinlədikcə heyrətlənirdi. O heyrətlənirdi. Burada eyni vəziyyət var. Təkcə dinlədikcə sözü fe'li bağlamanın özüdür. Tərkib deyil. Gələndə onu həyətdə gördüm. Gördüm nə zaman? Gələndə. Təkcə fe'li bağlamadır. Onlar içəri girəndə işıqlar söndü. Söndü nə? İşıqlar. Nə zaman? Onlar içəri girəndə. Fe'li bağlama tərkibi var və cavab D variantıdır. Tərəfləri yalnız intonasiya ilə bağlanmış tabesiz mürəkkəb cümləni istəyir bizdən. Həsən gələndə Arzu bir qədər sıxılsa da, bacısı sevincək ayağa qalxıb görüşdü. Sada ilə bağlanan tabelidir bu. Tabesiz istəyir bizdən. Bu getdi. Əhməd cəftəni çəkib qapını araladı. Qonağı qabağa salıb yol göstərdi. Araladı kim? Əhməd. Göstərdi kim? Əhməd. Sadə cümlədir. Yasəmən olanları çox yaxşı başa düşürdü. Anası isə qəbul etmək istəmirdi. Qəbul etmək istəmirdi kim? Anası. Başa düşürdü kim? Yasəmən. Burada tabesiz mürəkkəb cümlədir, amma bağlayıcı vasitə var. İsə bağlayıcısı.
Bizdən intonasiya ilə bağlanmış istəyir. Allahyaran dodaqları astadan tərpənir, barmaqları tüfəngin tətiyində oynayırdı. Tərpənir nə? Allahyaran dodaqları oynayırdı nə? Barmaqları. Burada gördüyümüz kimi tabesiz mürəkkəb cümlədir və intonasiya ilə bağlanıb cavabımız D variantıdır. Mən çalışaram, atanızdan qalan mülkün bir hissəsini sizə qaytarım. Mən çalışaram ki, artıra bilirik deyə bu tabeli mürəkkəb cümlədir və cavab D variantıdır. Şəxsiz cümlələri müəyyən edin. Sel gələcəyini ağlıma gətirmirdim. Mən gətirmirdim. Bu müəyyən şəxslidir. Sanki başına bir qazan qaynar su tökdülər. Bu ümumi şəxslidir. May ayının axırları idi. Bütövlükdə xəbərdir və mübtədası yoxdur deyə şəxsiz cümlədir. Rəisin tapşırığına əməl edildi. Əməl edildi nəyə? Rəisin tapşırığına. Burada mübtəda yoxdur və qoya da bilmirik deyə 3-4 cavab ilə A variantıdır. Dostları tez-tez ona baş çəkirlər. Baş çəkirlər kim? Dostları müəyyən şəxsdir. Cavab olacaq 3-4. Cümlələrdən birində say həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Onları axırıncı sırada əyləşdirdilər. Burada axırıncı sözü heç bir mənsubiyyət və hal şəkilçisi qəbul etməyib. Onları da əvəzlik olaraq işlənib. Yer səthinin 2/3-ni su örtür. 2/2-si mənsubiyyətdir. Ni də təsdiq aldı. Deməli say həm mənsubiyyət, həm də hal şəkilçisini qəbul edib. Bir neçə gündür ki, gəlib gedirik. Bir neçə var burada, mənsubiyyət hal yoxdur. Fikirlərdən yalnız biri doğru hesab edilir. Biri yalnız mənsubiyyət qəbul edib. 9-cuların imtahanı başlayır. 9-cuların. Burada yalnız hal şəkilçisi var. Cavabımız B variantıdır. Verilmiş cümlədə yalnız ilk sözün xitab olduğunu nəzərə alaraq yanlış fikirləri müəyyən edin. Adil, Cəmil, Əli və Akiflə gəlmişdim. Bu da adil xitabdır deməli. Deməli ona görə yanlış fikirləri müəyyənləşdirməliyik. İsimlərdən biri mübtədadır. Adili çıxırıq çünki o xitabdır. Cəmil, Əli və Akiflə gəlmişdim. Burada gəlmişdim ki, mən olmalıdır. Mübtədası yoxdur. Yəni burada Cəmil, Əli və Akiflə. Bunlar hamısı tamamlıq olacaq. Mübtədası olmayacaq. Yəni bunlar mübtəda deyil. Ona görə bir səhvdir. Biri götürə bilərik. İsimlərin ikisində qoşma ixtisar edilmişdir. Cəmil ilə, Əli ilə, Akiflə. Doğrudur. Cəmil ilə, Əli ilə. İki isimdə qoşma ixtisar edilib. 2 doğrudur deyə 2-ni çıxırıq. Deməli ya A ya da C. Həmci sözlər işlənmişdir. Bəli, tamamlıqlar həmcisidir, düzdür. 3 düzdür. İsimlər qeyri-müəyyənlik bildirən təsdiq haldadır. Gəlmişdim Cəmil ilə, Əli ilə və Akiflə. Xeyr, heç bir təsdiq hal yoxdur burada. Adlıq haldadırlar. 4 səhvdir. Cavabımız C variantıdır. Tamamlıq xəbər sxeminə uyğundur deyir. Doğru fikirdir bu. 3 dənə tamamlıq var çünki birinci sözdə xitabdır. Səhvləri istədiyinə görə cavabımız C variantıdır. Videonun birinci hissəsinə baxdıq. İkinci hissəsində davam etdirəcəyik və PDF əldə etmək istəyənlər səhifəyə yazaraq PDF əldə edə bilərlər.